Salam, hörmətli izləyicilər. Mən hüquqşünaslar Seyidzadə. Bugünkü videoda məlumat verəcəm ki, 2026-cı ildə cinlərin sosial yardımı kəsə bilər, cinlərin sosial yardımı atmaya bilər, cinlərin alimentə atmaya bilər, cinlərdə aliment artacaq. Eyni zamanda məlumat verəcəm ki, alimentin nə kimi sosial yardıma təsir ola bilər, artıb atmamağı. Zəhmət olmasa kiməsə maraqlıdırsa videonu sonuna qədər izləsin ki, hər şey aydın olsun. Eyni zamanda xahiş edirəm, videonu bəyənin, YouTube kanalına abunə olun ki, məlumat daha çox şəxsi çatsın. Və yəni keçən mövzuya. Sosial yardım hansı arada kəsilə bilər və ya artırılmaya bilər. Bilirsiniz ki, yanvar ayından artıq qanun qəbul olunur ki, pensiya artsın. Yaşlı şəxslərin və mənim kimi birinci qrup əlillərin pensiyası artacaq. Eyni zamanda ikinci qrup əlillərin, üçüncü qrup əlillərin də hansı ki, əmək stajından pensiya alır. O halda əgər ailə üzvəci varsa, əlilliyi olan şəxs və yaxud yaşlı şəxs, onun pensiyası artdığına görə sosial yardım azalacaq. Hörmətli izləyicilər. Eyni zamanda onu qeyd edin ki, qanun qəbul olub ki, artıq yanvar ayından kirayə qaldığınız evdə, yəni müqavilə bağlamalısınız, vergi ödəməlisiniz. Kirayə bağlamayan şəxslər qohumların evində qala bilər. Amma kimsə kirayə qalırsa, müqavilə bağlarsa, elə bir müqavilə bağlamalıdır ki, yəni sosial yardıma verdiyi məlumatı göstərməlidir, nə qədər pul xərcləyir. Xərclədiyiniz pul gəlirlərinə uyğun olmalı. Tutaq ki, məsəl üçün deyəm, 500 manat maaş alırsa, 300 manat kirayə verirsinizsə, bu inandırıcıdır. Əgər yox, 400 manat maaş alırsa, 500 manat kirayə verirsinizsə, onda sosial yardım kəsə bilər. Şübhələnəcək ki, geridə qalan 100 manat gəlir, hardan gəlir? Hörmətli izləyicilər. Eyni zamanda qeyd edin ki, alimentlə bağlı məlumat verirəm, hörmətli izləyicilər. İndi onun məlumata keçməkdən əvvəl sizdən xahiş edirəm ki, mən hüquqşünas Seyidzadə, əli təşkilatının rəhbəri kimi və əyli arabasında olan şəxs kimi dünyanın 40 tanınmış əyliləri haqqında kitabı yazmışam, hazırlamışam daha düzünü. Həmin kitabı 20 manata satıram. Qoy hamı bilsin. Dəstəksin videonu bəyənin. Qoy məlumat hamına çatsın. Eyni zamanda mənim videolarımdan kim faydalanırsa, YouTube kanalına abunə olsun. İmkan daxilində, hörmətli izləyicilər. Və imkan daxilində də iyanə edin qalağa dəstəksin. 1 manat, 5 manat kimin gücünə çatırsa, qeyd olunan qat nömrəsinə. Bəyənin keçən alimentlə bağlı məlumat verin ki, hörmətli izləyicilər. Əgər mediasiyada sakiş baxılmışsınız ki, məsəl üçün deyəm, ayda 200 manat aliment ödənsin, onlar qanunu atmayacaq. Amma məhkəmə qərarı varsa, bu barədə ərizə yazırsınız məhkəməyə, iddia ərizəsi kimi yox. Sadəcə əmr icraatı qaydasında restitusiya olun, məhkəmə icrasız vaxtı avtomatik şəxsin nəzərdə tutulmuş yaşayış minimuma uyğun artırır. Amma yox, sakişdə dediyim kimi yazılıbsa ki, məsəl üçün 200 manat olsun, o halda yəni belediyə atmayacaq. Eyni zamanda sosial yardım veren qurum sizə gəlib təsir edə bilməz ki, bunu mütləq atın, hörmətli izləyicilər. Nəzərə alın. Məlumat sonu bildiyin ki, vətəndaşlar sual verir ki, bəs mən bir tərəfli qaydada alimentin artmasına bağlı ərizə verə bilərəmmi məhkəmə? Və ya sual verir ki, bir tərəfli qaydada boşana bilərəmmi? Bəli, bir tərəfli qaydada boşanada bilərsiniz, alimentin artmasına bağlı ərizə də verə bilərsiniz. Hörmətli izləyicilər. Hansı halda boşanmaya bir tərəfli qaydada baxılır? Tərəf gəlmədiyi halda, tərəf həbsdə olduğu halda, tərəf ölkə hüduddan kənara çıxırsa, o halda baxılır. Eyni zamanda vətəndaşlar sual verir ki, bəs mən az yaşadığım üzrə iddia ərizəsini verə bilərəmmi? Bəli, himayədə az yaşlı uşağı varsa, alimentin artırılması və ya boşanmana bağlı iddia ərizəsi verə bilərsiniz. Hörmətli izləyicilər, nəzərə alın. Bir məsələ də budur. Qeyd edin ki, hörmətli izləyicilər, alimentin artırılmasına bağlı, boşanmana bağlı, sosial yardımın verilməsindən bağlı, pensiyana bağlı, müavinətlərlə bağlı mənim şotla birlikdə 1700-dən artıq videolarım var. Baxıb tanış ola bilərsiniz. Hörmətli izləyicilər. Bundan əlavə fərdi qaydada məsləhət vermək üçün qeyd olunan telefon nömrəsinə WhatsApp-dan əlaqə saxlaya bilərsiniz. Zəhmət olmasa suallarınızı səslə göndərin. Eyni zamanda onu qeyd edin ki, YouTube kanalına abunə olan şəxslər üçün telefonla hüquq məsləhətinin verilməsi və ya əyanın hüquq məsləhətinin verilməsi 10 manatdır.
Bundan əlavə ərizələri yazıb e-mail, WhatsApp ünvanına göndərirəm. Eyni zamanda onu da qeyd edin ki, mediasiyanın keçirilməsinə bağlı sizə müəyyən məsləhətlər verə bilərəm ki, qarşı tərəflə danışıqları necə aparın ki, yəni belə deyək də, məsələ həll olunsun. Eyni zamanda sazişini necə bağlamaq lazımdır ki, yəni ki, gələcəkdə də aliment artımı sizə şamil olunsun, hörmətli izləyicilər. Yəni bir tərəfi bağlanmasın ki, məsəl üçün 200 manat aliment 200 manatda da qalmayasınız, hörmətli izləyicilər. Əgər maraqlı olsa, dediyin telefon nömrəsinə əlaqə saxlaya bilərsiniz. Diqqətinizə görə çox sağ olun, abunə olmağı unutmayın, mənə dəstək olun. Heç olmasa siz belə ödəniş edə bilmirsinizsə, qoy YouTube mənə ödəniş etsin, hörmətli izləyicilər. Diqqətinizə görə sağ olun. Bir daha qeyd edin ki, mən 50 şəxs olduğuma görə, 50 arabasında olduğuma görə, həmin bu dünyanın 40 tanınmış 50 haqqında kitabı satıram, hörmətli izləyicilər. 20 manata hazırladığım. Qoy hamı bilsin, bəyənin və bundan əlavə də hüquqi yardım göstərirəm. Əgər dostlarımla əşini alıb satmaq istəyirəm. Ona görə iyanə yığıram. Kimin imkanı varsa kanala dəstək etsin. 1 manat, 5 manat, 10 manat iyanə etsin. Hörmətli izləyicilər. Diqqətinizə görə sağ olun. Sağ olun.